Alfa-Xrom artıq çəkidən azad ol. Qanında qatılaşma, damarlarında tromb olan insanlar səhər, günorta, axşam nə yeməlidir? Tromblaşmanın qarşısını alan və əritməyə kömək edən məhsullar hansılardır? Bugün sizinlə əksər həkimin demədiyi bəzi sirləri bölüşəcəm. Siz də bu videonu ürək-damar problemi yaşayan şəxslərə göndərərək onların sağlamlığını qoruya bilərsiniz. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Tromblar qanda damarların içərisində əmələ gələn və insanın həyatını təhdid edən qan laxtalarıdır. Yapışdığı yerdən qopan tromb koronar arteriyaya daxil olur və qan axınını dayandıra bilir. Vaxtında tibbi yardım göstərilməsə, ölüm qaçılmazdır. Ağciyər arteriyasına daxil olan tromblar da insan həyatı üçün son dərəcə təhlükəlidir. Belə vəziyyətlərdə ölüm ehtimalı yüksəkdir. Bəs tromb nədən yaranır? 1. Oturaq həyat tərzi. 2. Şəkərli diabet. 3. Yüksək qan təzyiqi. 4. Varikoz damarları. 5. Düzgün olmayan qidalanma. 6. Siqaret asılılığı. Trombların əmələ gəlməməsi və mümkün mövcud laxtalardan xilas olmaq üçün düzgün rasyon vacibdir. Trombların qatı qandan və artan lipid təbəqəsindən əmələ gəldiyini də unutmamalıyıq. Buna görə də sağlam insanın gündəlik rasyonu az yağlı olmalıdır. Menyuda əsas diqqət zülallara yönəlməlidir. Lakin karbohidratlar olmadan da mümkün deyil. Onlar bədəndəki ən vacib metabolik proseslərdə iştirak edirlər. Buna görə də yağdan tamamilə imtina etmək olmaz. Onun miqdarını pəhrizdə minimuma endirmək kifayətdir. İndi də trombların əmələ gəlməsinə mane olan qidalar haqqında məlumat alaq. 1. Sarıkök. Sarıkök yeməklərə zəngin sarı rəng verən ədviyyatdır və xalq təbabətində qədim zamanlardan bəri istifadə olunur. 2012-ci ildə aparılan araşdırmaya görə sarıkökün tərkibində olan aktiv maddələrdən biri olan kurkumin trombun yaranmasına maneə törədir. Kurkumin iltihab əleyhinə təsirə də malikdir. Eyni zamanda ürək xəstəliklərinin və aterosklerozun qarşısının alınmasında da istifadə olunur. Gündəlik rasiona sarıkök əlavə etmək qan axıcılığını və damar sağlamlığını qorumağa kömək edir. Əsas yeməklərə və şorabalara sarıkök əlavə eləyə və ya sarıkökdən sakitləşdirici çay hazırlaya bilərsiniz. 2. Darçın. Darçın yeməklərdə tez-tez istifadə olunur. Tərkibində kumarin adlı bir maddə var. Darçın həm də qan təzyiqini aşağı salır. Artrit və ya digər iltihabi xəstəliklərin səbəb olduğu iltihablanmanı aradan qaldırır. Bununla belə mütəxəssislər tövsiyə edirlər ki, darçından qan duruldan vasitə kimi istifadə edərkən ehtiyatı əldən vermək olmaz. Yəni, darçın faydalı olsa da, onun həddindən artıq istifadəsi bədəniniz üçün zərərli ola bilər. 3. Sarımsaq. Yeməklərdə tez-tez istifadə edilən sarımsaq xüsusi dad və ətirlə yanaşı təbii antibiotik və antimikrobial xüsusiyyətlərə malikdir. Bəzi tədqiqatlar sarımsaq tozunun antitravmatik fəaliyyət göstərdiyini, təsirinin kiçik və qısa müddətli olmasına baxmayaraq qanı durulda biləcəyini aşkarlayıblar. 4. Zəncəfil. Zəncəfil sarıkök ilə eyni ailəyə aiddir. Tərkibində bir çox bitkidə rast gəlinən təbii birləşmə, yəni salisilatlar var. Salisilatlar tibbdə və kosmetologiyada geniş istifadə olunan salisil turşusunun duzlarıdır. Sintetik olaraq salisilatdan hazırlanmış və aspirin adlanan asetil salisil turşusu insult və infarktın qarşısını almağa kömək edir. Onun kiçik dozası qanı duruldur və kaplyarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Avokado, moruq, qarağat, çili bibəri, albalı kimi tərkibi salisilatlı qidalar da tromblaşmaya mane olur. Rasyonunuza zəncəfil əlavə etməyin ən yaxşı yollarından biri də günə dadlı zəncəfil çayı ilə başlamaqdır. Araşdırmalara görə bu çay bir çox sağlamlıq problemlərini aradan qaldıra bilər. 5. Qırmızı şərab. Bir çox mütəxəssisin və dietoloqun fikrincə hər gün bir stəkan qırmızı şərab içmək ürək xəstəliklərinin qarşısını ala bilər. Bildiyiniz kimi qırmızı şərab qanı durulaşdırmaq və damarların tıxanmasının qarşısını almaq kimi xüsusiyyətlərə malikdir. Lakin həddindən artıq spirt bədən üçün təhlükəlidir. Ona görə də gündə bir stəkan şərab normasını aşmamalısınız.
6. Y vitamini. Y vitamini qan laxtalanmasını bir neçə fərqli yolla azaldır. Bu təsirlər qəbul edilən Y vitamininin miqdarından asılıdır. Qan duruldan dərman içənlər böyük dozada Y vitamini qəbul etməməlidir. Y vitamini qidalardan almaq daha təhlükəsizdir. Badam, günəbaxan yağı, bütün taxıl kimilərdə Y vitamini var. 7. Balıqlar. Qızıl balıq, ton balığı və ala balıq kimi omega-3 yağ turşuları ilə zəngin qidalar qanın durulması üçün ən yaxşı vasitələr siyahısındadır. Çünki omega-3 xolesterin səviyyəsini azaltmağa kömək edir və qanın laxtalanma sürətini azaldır. Qanı durulaşdıran rasion. Əgər ürək-damar xəstəliyiniz, ürək qüsurlarınız varsa, damarlarınızdan əməliyyat keçirmisinizsə, yaxud trombozun qarşısını almaq istəyirsinizsə, həkiminiz ürəyiniz və qanınız üçün faydalı olan pəhriz tövsiyə edə bilər. Bu pəhriz təzə meyvə tərəvəzlər, taxıl kimilər, bitki yağları, az yağlı süd məhsulları və heyvan zülalları daxildir. Sağlam rasionda yağ, xolesterol və şəkər tərkibli qidaların miqdarı azaldılır. Ürək-damar problemi olan şəxslər səhər yeməyində nə yeməlidir? Damarlarında tromb olan adamın sağlam səhər yeməyi az yağlı süddə hazırlanmış sıyıq olmalıdır. Yağ əlavə etməyə icazə verilir, lakin bir dəfə üçün 5 qramdan çox olmamalıdır. Səhər yeməyində qayğanaq yeməkdən çəkinməlisiniz. Qara çay əvəzinə yaşıl çaya üstünlük verməlisiniz. Yaşıl çayın tərkibindəki komponentlər maddələr mübadiləsini sürətləndirir. Səhər yeməyində yağlı yox, zülal və karbohidratlı qidalara üstünlük vermək lazımdır. Ürək damarında problem olan şəxslər günorta yeməyində nə yeməlidir? Nahar insanın əsas yeməyidir. Bura aiddir yağlar, zülallar və karbohidratlar. Tromblaşmanın qarşısını almaq üçün vacib şərt kifayət qədər maye qəbul etməkdir. Ona görə də hər gün yeməkdə biraz yağlı şorba olmalıdır. Qanı durulaşdıran əsas qidalar yaşıl tərəvəzlər və göyərtilərdir. Menyunuza kətan və küncüt yağı qatılmış kələm, xiyar, bolqar bibəri və yaşıl salatlar əlavə edin. Bu şəkildə qan damarlarınıza kömək edəcək və onları biz xolesteroldan təmizləmiş olacaqsınız. Ət yeməkləri hazırlayarkən toyuğa, qırmızı balığa üstünlük verin. Quş əti çox yağlı olmur və dietikdir. Qırmızı balıqdakı omega-3 yağ turşuları xolesterolu azaltmağa kömək edəcək. Mədəsində problem olmayanlar üçün gündəlik müəyyən miqdarda soğan və sarımsaq istifadəsi məsləhət görülür. Onlar patogenləri zərərsizləşdirməyə kömək edir və qan dövranını gücləndirir. Sarımsaq şirəsi ürək-damar patologiyalarının öhdəsindən uğurla gəlməyə kömək edir. Ürək və damarında problem olan şəxslərə alkoqol içmək olarmı? Spirtə gəlincə elm adamları bir stəkan qırmızı şərabın qan damarlarına faydalı təsirini sübut ediblər. Qırmızı üzümün aktiv maddəsi olan resveratrol tromblara yandırıcı təsir göstərir. Təmiz damarları olan sağlam insan gündə 50-100 milli qırmızı şərab qəbul edə bilər. Həmçinin xatırladaq ki, içməli suda bu prosesə çox kömək eləyəcək. Bəs axşam yeməyində nə yemək lazımdır? Axşam yeməyinin zülal və bitki lifindən ibarət olması lazımdır. Bunun üçün dənli bitkilər, makaron, ağ ət, bişmiş tərəvəzlər və ya hər hansı bir tərəvəz salatı uyğun gəlir. İstənilən meyvə qan damarları üçün faydalı olacaq. Ancaq alma və narda hemoqlobini artıran dəmir daha çox olduğu üçün nəzarət vacibdir. Tromboz riski olan insanlar rasionlarına diqqət yetirməlidirlər. İldə 2 dəfə profilaktik testlərdən keçmək, fiziki aktiv olmaq və daha çox maye qəbul etmək lazımdır. Əlbəttə ki, pis vərdişləri unutmaq mütləqdir. Əgər qan qatılığınız çox yüksəkdirsə, ekspertlər təkcə qidalanmaya böyük ümid bəsləməməyi məsləhət görürlər. Rasionunuzu və həyat tərzinizi yenidən nəzarətdən keçirməlisiniz. Ədviyyatlı, şirin və yağlı qidaları məhdudlaşdırın. Gündəlik fəaliyyət planınıza ən azı yarım saatlıq gəzintilər əlavə edin. Qısa müddətdə ümumi vəziyyətinizin əhəmiyyətli dərəcədə yaxşılaşdığına şahid olacaqsınız. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlük də bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.